30-cu sual. ABC üçbucağında AN median AO OM olarsa BO bərabər 3 OD olduğunu ispat edin. Burada mən nə edəcəm ilk öncə? Baxırıq nəyə? AO parçası ilə OM parçası bərabərdir və AN mediandır. Yəni tərəfi yarıya böləcək. Bunu da bildik. Tərəfi yarıya bölür. Burada mən M nöqtəsindən BD-yə paralel düz xətt keçirəcəm. BD-yə paralel düz xətt. Və BC ilə AC ilə kəsişmə yerinə Y deyəcəm. Y. Deməli, EMY yazırıq BD-yə paraleldir. BD-yə paralel. İndi EMY BD-yə paralel olduğu üçün M orta nöqtə olduğu üçün Y də orta nöqtədir. Y orta nöqtədir. Yəni bu hissə bərabərdir. İndi digər tərəfdən də EMY BD-yə paralel olduğu üçün O orta nöqtə olduğu üçün D də orta nöqtədir. Deməli, bura eynidir. Bunu bildik. İndi OD-yə deyirəm X. OD olsun X. Baxırıq. Üçbucaq AMY. AMY-də OD orta xəttdir. OD orta xəttdir. OD orta xətt olduğu üçün MY bərabərdir 2 vurulsun OD. Yəni 2 vur X olacaq 2X. Bunu bildik. Digər tərəfdən də üçbucaq CBD-yə baxırıq. Üçbucaq CBD-də MY orta xəttdir. MY orta xətt. MY orta xətt olduğu üçün deməli yazırıq BD bərabərdir. BD 2 vurulsun MY. Bu da bərabər 2 vurulsun 2X olacaq 4X. BD-ni tapdıq 4X. BD də bərabərdir. BD bərabərdir. BO üstəgəl OD. BD 4X-dir. BO bilinmir. Tapacağıq. OD də X-dir. Buradan çıxır ki, BO bərabərdir 3X. BO 3X-dir. Yəni BO-nu tapdıq 3X. OD də X demişik. OD də X. OD bərabərdir X. Buradan da çıxır ki, buna görünür ki, BO bərabərdir 3 vurulsun OD. Bunu da ispat olundu. Bu birinci sul. İkinci bir üsulla da yazmaq olar, ispat etmək olar. İndi ona baxaq. O necədir? Ona baxaq. Bunu silək. Burada nə edəcəm mən? B təpəsindən AC paralel bir düz xətt keçirirəm bu şəkildə. AC paralel olacaq şəkildə. C təpəsindən də AB-yə paralel bir düz xətt keçirəcəm bu şəkildə. AB-yə paralel. Və bura deyəcəm hər hansı bir Y nöqtəsi. Baxın, BY AC-yə paraleldir. AC-yə. ABD C-yə paraleldir. AB ilə C-yə. Yəni, bu paralelgram olacaq. Paralelgram olduğu üçün burada AIM də meydan olduğu üçün tərəfi yarıya bölür. Deməli, M AIM diaqonal. Baxın, paralelgramın ümumi diaqonalının elə ki, bunu uzatsam, M olacaq diaqonalın kəsişmə nöqtəsi. Diaqonalın kəsişmə nöqtəsi olacaq M. Bunu bildik. İndi keçək əsas mətləbə. Bura ilə buranı da bərabər verir bizə. İndi baxaq. Bura mən X desəm, bura X desəm, bura X desəm, burada X-dir. Biz bilirik ki, paralelgramın diaqonalı kəsişmə nöqtəsinə yarıya bölünür. Yəni, AIM bərabərdir MY-yə. AIM 2X-dir. 2X olduğu üçün MY də 2X-dir. Yəni, bu böyük hissə olacaq 2X. Bunu da bildik. Sonra baxırıq ki, burada AOD üçbucağı ilə BOY üçbucağı oxşardır. Baxın, bu bucaqla bu bucaq çarpazdır. Bu bucaqla da bu bucaq çarpazdır. Bunlar oxşardır. Oxşarlıq yazaq. Üçbucaq AOD oxşardır. Üçbucaq YOB. İndi yazırıq burada AO'nun YO'ya nisbəti.
AO'nun YO'ya nisbəti bərabərdir OD'nin OB'yə nisbəti. AO bizdə neçədir? AO x'dir. YO isə görürük ki 3x'dir. Böl 3x. Bərabərdir OD'nin OB'yə nisbəti. X'lər gələcək burada. X'lər ixtisar gələcək. Və burada qalır ki OB bərabərdir 3 vurulsun OD. Bu da ikinci isbat yolu.